Salam dostlar, kanalımıza hoş geldiniz. Deməli, Toyota Prius'un arxa amortizatorları dəyişilməlidir. Kim bilmirsə, ona məlumat üçün deyim ki, bu bagajın içində, burada Prius'da nə görürüksə, bu çıxoldur, bu altdakidir, onun altındakıdır, sonra bu qıraqlardır. Hamısı sökülməlidir. Sideniklər qatlanır, orada yenə şeylər var. Onlar hamısı çıxmalıdır ki, bu hissədə o kranşteynin bu tərəfində bir 17 qayka var. Ştokun amortizatorun başında. Altdan da 17 volt qaykadır. İndi orada işıq tutub göstərirəm sizə. Onu sadəcə olaraq dünən gecə mən dəyişmişəm. Amortizator dünən gecə mən dəyişmişəm. Pülnik saat hamısı təzədən qoyulub. Bu təzə amortizatorumuzdur. Bunun üstündən çıxan amortizatorumuz. Bu üstündən çıxan amortizatorumuzdur. Baxın. Bu vəziyyətdə idi. Amortizator bütün buraxıb yağacadı. İndi inşallah təzəsi qoyuldu və ştokuna baxın. Ştoku da belə əyilib. Burada bir dənə plasmas qayka var. Bu əllə açılır belə. Yapışqanla da belə maşın içi də ximçiska olacaq olmağına. Sadəcə olaraq o indi hələ ki sökmə işi ilə məşğul oluruq biz. Orada bizə lazımdır 10 hasar. Burada bir dənə 10 hasardır. Bunu açırıq. Açandan sonra onu belə qaldırırsa burada baxın şturkalarla da belə rahat çıxır. Deməli dostlar, burada da bu açıqda çıxmalıdır. Açılmaq üçün bir buradan, bir də buradan açılır ki, bunlar hamısı şpilka ilə. Bir də bunu buradan hasar vasitəsini çıxardacaq, buradan çıxsın ki, bu açıqda çıxacaq. Bunları açaq indi. Deməli dostlar, belə bu çalmışıq. Bunlar hamısı şpilka iləndir belə. Artan kimi özü çıxır avtomatik. Sonra nə edirik? Sonra burada iki şpilkamız var. Bunları ayırıb belə çəkirik. Burada prosta ehtiyatlı olan burada bagajın işləri var. Bunu belə ehtiyatla ehmalda çıxartmaq lazımdır. Çıxardırıq. Ondan sonra yavaş yavaş ümumiyyətlə bu burada belə çəkib tərəfdən keçin. Buradan da çıxardırıq və buradan da belə deməli boşaltmaqla buradan çıxır. Belə qoyursan qırağa. Bu da bizim amortizatorumuz. Amortizatorumuzun voltu qaykası. Buradan bir bunu açırıq. Bir də aşağıdan bayaq göstərdiyim kimi dünən gecə o tərəfi, sağ tərəfi dəyişmişik. İndi sol tərəfi dəyişib sizə göstərirəm ki, yəni ki, bilgi üçün də kimdəsə Prius varsa, bunun sökülmə qaydasını bilsinlər sadəcə olaraq. Məlumat üçün gördüyümüz işi də çəkirik ki, sabah yiyəsi də görsün ki, biz səliqə ilə söküb, heç nəyi sındırmadan hamısını qaytarıb yerinə yığa bilirik. Deməli dostlar, buranı təkəri çıxardırıq. Burada, dediyim kimi, amortizatorun bu voltunu Amin usta ilə boşaltdıq biz bunu. İndi bunu açıb, ondan sonra yuxarıdan amortizatoru çıxartması içərdən qaykası var, onu da açacağıq. İndi bunu açaq, onu da göstərəcəm sizə. O birisi qayka da buradadır, amortizatorun baş tərəfi. Aşağını açdıq, qaldı voltunu yerindən çıxartmaq. Bunu da indi buradan boşaltmışıq. Buradan içindən şestigraniklə saxlayıb, buradan belə saxlayırıq. Sonra onu belə saxlayıb qaykanı açdıqdan sonra qaykanı açdıqdan çıxarırıq. Rezini, paduşkanı çıxarıb aşağıdan voltu çıxardıq. Amortizatoru bir bağladı. Belə qaldıran kimi eləyib voltu çıxardırıq və belə amortizator buradan çıxır. Buradan belə çıxır. Belə dostlar. Burada təzə amortizatoru qoyduq, bağladıq. O köhnədə 17 qayka idi. Təzədə 19 qayka gəlir üstündə. Böyle aşağıdan da aşağıdaki elə öz qaykası olduğu üçün belə 17 də qalır yerində. Belə bağladıq. Allahın köməliyi ilə
xeyirlisi ilə hamısını təzə qoyduq üstünə. Xeyirli olsun, uğurlu olsun.